Səhər-səhər avtomobil kodlanır, vanus başlayır səs etməyə. 10 saniyə, 5 saniyə, 3 saniyə ərzində səs etir, avtomobil pirboya düşür və səs kəsir. Vanus dəyişdirib kişi və bir sıra işlər gördürüb. İndi usta yoldaşımızdır, o barədə heç bir iş demirik. Sadəcə olaraq problemin bir dənə qaynaqlanma səbəbini deyirik. Deməli, bu nahiyədə yaxından zəhmət olmasa, bax bu gördüyünüz obratlı klapan var. Bu avtomobilin üzərindən çıxan yağın vanusun obratlı klapanıdır. Bu isə yeni olan obratlı klapandır. Deməli, bu nahiyəni göstər. Kamera vasitəsilə salmışıq. Bax, bu nahiyədə dinamanın alt nahiyəsində. Obratlı klapanın yuvasıdır. Bax, bu klapan ki vurulub, zədələnib. Amma yenisi ilə əvəz edəcək ki, birbaşa olaraq vanusa qalxan yağ vanus üzərində qalsın. Xodlanan zaman, gecədən səhərə qədər qalan zaman yağ karterə süzülür. Karterdən yuxarı qalxana qədər avtomatik başlayır səs etməyə. Bax, bu klapan da bu nahiyədə yerləşir. Bax, bu gördüyünüz dinamanın arxa nahiyəsində. Bax, bu hissədən də belə də götürə bilərik. Və kameranı sal, bir dənə də zəhmət olmasa kameranı sal. Və kamera vasitəsilə bu vəziyyətdə də götürə bilərik ki, tam əmin olasınız ki, problem nədən qaynaqlanır. Görürsünüz, yuva boşdur. Avtomobil xodlanır, xodlanan zaman yuxarıya yağ qalxır və bu klapan, bax bu klapan, yağı yuxarı nahiyədə saxlayır ki, gecədən səhərə qədər qalanda karterə süzülməsin. Və bu klapan zədələndiyi üçün ona görə də qardaş vanus dəyişir, siz də bu problemlə yaxınlaşırsınız, vanus dəyişirsiniz, bir sıra işlər gördürürsünüz, problem aradan qalxır. Bu nahiyədə yerləşən klapanı dəyişirsiniz, birbaşa olaraq problemin qaynaqlanma səbəbini deyirəm. Usta, bunu götür, zəhmət olmasa. Bu nahiyədə olan klapanı dəyişirsiniz və problem bununla da aradan qalxır. Gelirsiniz, en qədər xərc çəkib əlavə iş gördürməyə ehtiyac yoxdur. Biz bu cür çəkişlər edirik. Maariflənəsiz, sizin də başınıza gəlsə, bilin problem nədən qaynaqlanır. Elə deyil usta? Yox, mən göstərmir. Siz işinizi görün, işinizə davam.